İranın Azərbaycan sərhədlərinə yaxın ərazilərdə, xüsusilə Təbriz və Ərdəbil ətrafında hərbi gərginlik ölkəmiz üçün hansı təhlükə ssenariləri doğura bilər? Hərbi gərginlik tamamilə doğru deyirsiniz. Orada İranın hərbi müdafiə infrastrukturasına aid olan böyük miqdarda obyektlər var və müharibə qaydasına uyğun olaraq ona qarşı İsrail hərbiçiləri zərbələr yendirir. Biz görürük ki, artıq Təbrizin yaxınlıqda da yerləşən bəzi hərbi və iqtisadi mərkəzlərə bu zərbələr yendirilmişdir. Bu bizi çox dərindən narahat edir. Çünki bildiyiniz kimi orada etnik baxımından bizə çox yaxın insanlar yaşayırlar, Azərbaycanlılar yaşayırlar. Və təbii ki, biz istəmərik ki, bu insanların arasında hansısa itkilər baş versin. Bu təhlükədir, açıq deyək. Və əminəm ki, Azərbaycan hərbi hava qüvvələri, havadan müdafiə qüvvələri, ümumiyyətcə müdafiə və sərhəd qoruyan hərbiçilərimiz artıq öz xidmətində bu faktoru nəzərə alıb təhlükəsizliyi tam şəkildə təmin eləmək üçün lazımi addımlar atırlar.